iki tərkib hissəsi var. Kök və şəkilçi. Kök sözün ayrılıqda işlənə bilən, müəyyən bir suala cavab verə bilən, müəyyən bir cümlə üzvü olan hissəsinə kök deyilir. Şəkilçi isə ayrılıqda işlənə bilməyən, müəyyən bir suala cavab verə bilməyən, ümumiyyətlə leksik mənası olmayan hissəsinə şəkilçi deyilir. Şəkilçilər iki formada olur. Leksik şəkilçilər və qrammatik şəkilçilər. Leksiklə qrammatikin bir-birlərindən fərqi var. Nəyinə görə fərqlənir? Bir, işarəsinə görə ən vacib yarım üçbucaqdır, yarım dairədir. Bir işarələrinə görə fərqlənir. Bir də leksik şəkilçilər söz düzəldən şəkilçilərdir. Yeni mənalı sözlər düzəldir. Qrammatik şəkilçilər isə sözün forması dəyişir. Yəni bir sözün müxtəlif formalarıdır qrammatik şəkilçilər. Dilimizdə leksik şəkilçilərlə qrammatik şəkilçilər çoxluq təşkil edir. Onları fərqləndirməyi bilməlisiniz. Baxın, əgər bir nitq hissəsindən başqa bir nitq hissəsi və yaxud da eyni nitq hissəsindən fərqli mənalı söz düzəldirsə, bunu götürürsünüz leksik şəkilçi. Qrammatik şəkilçilər dilimizdə çox azdır. İsim bölməsində cəm, mənsubiyyət, hal, xəbərli şəkilçiləri, feil bölməsində isə zaman şəkilçiləri, inkarlıq şəkilçisi, bunlar qrammatik şəkilçilər hesab olunur. Hələ ki keçdiyiniz qədərini deyirəm də, 5-ci sinifin səviyyəsinə uyğun. Zaman şəkilçilər, feilin təsriflənməyən formaları, bunlar qrammatik şəkilçilər. Bir də dilimizdə kökün işarəsi bax bu formadadır. Bir də Azərbaycan dilində birinci kök gəlir, sonra leksik şəkilçi gəlir, sonra qrammatik şəkilçi işlənə bilər. Amma təbii ki, bu qayda pozula bilər. Necə pozula bilər? Birinci leksik gələ bilər bəzi sözlərdə, sonra sözün kökü gələ bilər. Dilimizdə ön şəkilçilər var. Bi, na, la kimi bir variantda ön şəkilçilər var ki, onlar leksik şəkilçidir. Məsələn, götürüm bivəfa. Bivəfa sözündə vəfa sözün köküdür, bi leksik ön şəkilçidir. Və yaxud da nalayiq. Layiq sözün köküdür, na ön şəkilçidir, leksik şəkilçidir. Yəni, dilimizdə bu sxemin bəzən ardıcıllığı pozula bilər. Sonra nə zaman pozula bilər? Əgər sözün birinci kök gələ bilər, sonra qrammatik şəkilçi, sonra leksik gələ bilər. Bu da pozulma sayılır. Nə zaman bu baş verə bilər? Dakı, kı, gil və sız şəkilçiləri, leksik şəkilçiləri özündən əvvəl bəzən qrammatik şəkilçi ola bilər və bu zaman sxem pozular. Əsas dilimizin sxemi pozular. Məsələn, deyirəm xalamgil. Xalamgildə xala sözün köküdür, m mənsubiyyətdir, gildə leksik şəkilçidir, mənsubiyyətdir, qrammatikdir. Və yaxud da evimizdəki. Ev sözün köküdür, imiz mənsubiyyətdir, qrammatikdir, dəki leksik şəkilçidir. Yəni, dilimizin bəzən bu sxemə həmişə tabe olan sözlər tapmaq bəzən olmaya bilər. Elələri var ki, birinci leksik şəkilçi gələ bilər, kökdən əvvəl. Eləsinə də var ki, leksikdən əvvəl qrammatik şəkilçi gələ bilər. Sonra, şəkilçilərin yazılış forması var. Uşaqlar, şəkilçilər yazılışına görə 3 qrupa bölünür, yazılışına görə. Bir variantlı şəkilçilər, 2 variantlı şəkilçilər və 4 variantlı şəkilçilər. Yəni, bir cür yazılanlar, 2 cür yazılanlar və 4 cür yazılanlar. Bir variantlı şəkilçilərin tərkibində xüsusi bir sayəti yoxdur. Məsələn, xanadır, keşdir, ividir, sonra kardır, şunasdır. Bunlar bir variantlı şəkilçilərdir. 2 variantlı şəkilçilərin tərkibində AE açıq sayətlərindən istifadə olunur. 4 variantlı şəkilçilərin tərkibində isə I, I, U, Ü qapalı sayətlərindən istifadə olunur. Sonra, leksik şəkilçilər həm bir variantlı, həm 2, həm də 4 variantlı ola bilərlər, leksiklər. Amma qrammatik şəkilçilər 2 və 4 variantlı olur, bir variantlığı yoxdur. Özdə bir variantlı şəkilçilər alınma şəkilçilərdir. Bunu yadınızda saxlayın. Yəni, milli deyillər, başqa dillərdən alınıblar və dilimizin ahənginə uyğunlaşmırlar. Yəni, sözün ahənginə uyğunlaşmadan artırılır. 2 və 4 variantlı şəkilçilərimiz isə milli şəkilçilərdir. Yəni, daha çox öz dilimizə məxsus olan şəkilçilərdir. Dediyimiz kimi, yəni bir variantlı şəkilçilər sözün ahənginə uyğunlaşmırlar, amma 2 və 4 variantlı şəkilçilər sözün ahənginə uyğunlaşaraq artırılırlar. Sonra gəlirəm sözlərin quruluşca növlərinə.
lövhəni silim. Sözün quruluşca növünə. Sözün quruluşca 3 növ var. Sözün quruluşca növləri. Sözün quruluşca 3 növ var. Sadə sözlər, düzəltmə sözlər və mürəkkəb sözlər. Sadə sözlər ya bir kökdən ibarət olmalıdır, ya da kök və qrammatik şəkilçidən ibarət olmalıdır sadə sözlər. Ya bir kökdən ibarət olur, ya da kök və qrammatik şəkilçidən ibarət olur. Düzəltmə sözlər isə kök və ən azı bir dənə leksik şəkilçidən ibarət olmalıdır. Bir dənə leksik şəkilçidən ibarət olmalıdır. Yəni, istəyir 20 dənə qrammatik şəkilçi olsun tərkibində. Amma bir dənə şəkilçi olarsa, onda leksik şəkilçi olarsa, onda o söz düzəltməlidir. Mürəkkəb sözlər 2 və ya daha artıq sözün birləşməsindən düzəlir. Mürəkkəb sözlərdə məsələn, bağı yarpağı, çoban yastığı, geç tez, get gəl, vur ha vur, qaça qaç, bunlar mürəkkəb sözlər qrupuna daxildir. Mürəkkəb sözlərin 3 cür yazılış forması var. Bitişik, defislə və ayrı. Mürəkkəb sözlərin 3 cür yazılış forması var. Bitişik yazıla bilər, defislə yazıla bilər və ayrı yazıla bilər. Bu qədər kifayətdir. Bir dənə dərsliyə də baxım, nəsə qalmaz.